Salam, hörmətli fiziki tərbiyə müəllimləri. Mən Arzu Məmmədova. Sizlər üçün 2026-cı il fiziki tərbiyə fənnindən keçirilən sertifikasiya imtahanında düşmüş suallarla sizləri tanış edirəm. Basketbol idman oyunu neçə hissədən ibarətdir? Təbii ki, müəllimlər, biz bilirik ki, basketbol idman oyunu 2 hissə, 4 perioddan ibarətdir. Üçün isə basketbolun klassik basketboldan əsas fərqi. İki səbətdə oynanılır, yalnız kişilərdən ibarət olması, yalnız qadınlardan ibarət olması, iki hissədən ibarət olması, ümumi vaxtın qısa olması. Bəli, doğru cavabımız üçüncü basketbolunun əsas basketboldan fərqi odur ki, ümumi vaxtının qısa olmasıdır. Voleybolda bir komanda hücum vaxtı topa neçə dəfə maksimum toxunuş edə bilər? Voleybol oyununda təbii ki, oyunçu bir dəfə, ardıcıl olmadan 2 dəfə, amma komanda isə maksimum 3. Üçüncü toxunuşda artıq topu rəqib tərəfə ötürməliyik. 5-ci sual. Voleybol oyununun komandalı və estafet şəklində həyata keçirilməsi hansı hərəkə qabiliyyəti inkişaf etdirir? Təbii ki, müəllimlər, bütün idman oyunları çeviklik hərəkə qabiliyyətini inkişaf elətdirir. Badminton idman oyununda tək hallarda valan oyuna meydançanın hansı istiqamətindən daxil edilir? Müəllimlər, badminton idman oyununda tək hallarda soldan, cüt hallardan isə sağdan oyuna daxil edilir. Sürət hərəkə qabiliyyətinin reaksiya tezliyinə aid olan doğru cavab, yəni birinci komponentini istəyir. Əllər dayaqda yerində qaçış ikinci komponentidir. Maylı qaçış yolunda sürətlənmə ilə startlar üçüncüdür. Tək ayaq üzərində 20-25 metr məsafəyə vaxta qaçış üçüncüdür. Yoldaşı irəlidə digər yoldaşı ip ataraq üzərinə qaçır. Bu da üçüncüdür, yəni qoşquda qaçışdır. Müxtəlif çıxış vəziyyətindən startlar isə birinci komponentinə aiddir. 8-ci sual. Sürət hərəkə qabiliyyətinin 5-ci sinif CSG qiymətləndirilməsinə aid doğru variantı seçin. Sürətin 5-ci sinif 30 metr məsafəyə qaçışdır. Cavablarda baxırıq ki, D variantı 30 metr və yəni bütün CSG-lərin yanında 5-ci sinifdən 11-ci sinifə qədər 4x50 estafet qaçışı mövcuddur. Sürətə aid olmayan variantı seçin. A variantına baxsaq görürük ki, qısa vaxt ərzində optimal qaçış, yəni sürətin 3-cü komponenti hərəkətin icra vaxtı. Sürətin 3-cü komponentinin adı nə deməliyəm? Maksimal qaçış. Ona görə səhv variantımız da A variantıdır. 10-cu sual. Sürətə aid olanı seçin. Təbii ki, qısa məsafəyə qaçış sürət hərəkə qabiliyyətinə aiddir. Hansı məsafələrdə start qəlibləri qurulmur? Müəllimlər, qəliblər qısa məsafələrdə qurulur. Qısa məsafələrdə 400 metrə qədər olan məsafələrimizdir. Yanlış cavabımız 800 metr. Çünki 800 metr orta məsafələrə qaçışdır. Orta məsafələrə qaçışda da start qəlibindən istifadə olunmur. Atletkanın bölmələrinə aid olmayan səhv variant. Estafet qaçışı, bəli var, amma triatlon yoxdur. Triatlon üç növçülükdür, müəllimlər. Triatlona nə daxildir? Velosiped sürmək, üzgüçülük, eyni zamanda qaçış. Amma digərləri hamısı atletikaya aiddir. 13-cü sual. Gimnastikanın hansı növündə yalnız qadınlar iştirak edir, həm də Olimpiya oyunları proqramına daxildir? Cavablara baxsaq, bədii gimnastika doğru cavabımızdır. 14-cü sual. Dözümlükdən fərqli olaraq çevikliyə aid olanı seçin. Sürət güc qabiliyyəti hər ikisində var. Dözümlükdə də var, çeviklikdən. Amma dözümlükdən fərqli olaraq çevikliyə aid olanı istəyir. İdman oyunları. İdman oyunlarının aerob rejimdə icrası dözümlüyü inkişaf elətdirir. Amma idman oyunları çeviklikdə də var. Ona görə bu variantı götürmürük. Bədənin əlmə qabiliyyəti hər ikisində var. Amma sürət qabiliyyəti dözümlülük hərəkə qabiliyyətində yoxdur, lakin çeviklik hərəkə qabiliyyətində var. Çünki çeviklik sürət
sürət, güc və bədən əlmə qabiliyyəti ilə əlaqədardır. 15-ci sual. Hərəkətin icrasının uzadılması hansı hərəkə qabiliyyəti inkişaf elətdirir? Bir hərəkəti yerinə yetirərkən onu uzadırıqsa, hərəkətin uzadılması varsa, bu dözümlülük hərəkə qabiliyyətinə aiddir. Yorulmaya qarşı dayanmaq qabiliyyəti. Müəllimlər, yorulmaya qarşı dayanmaq qabiliyyəti dözümlülük hərəkə qabiliyyətidir. 17-ci sual. Fiziki tərbiyə dərsi zamanı şagirdin texniki hazırlıq səviyyəsi hansı meyarla ölçülür? BSG, summativ, diaqnostik, illik və yarımlıq qiymətləndirməyə əsasən yerinə yetirən hərəkətlərə uyğun meyarla ölçülür. Növbəti sual. Müasir olimpiya oyunlarında ən çox bürünc medal qazandığımız oyun. Müəllimlər, deməli biz müstəqillik dövründə 2016-cı il 31-ci olimpiya oyunlarında ən çox bürüncü də, ən çox gümüşü də orada qazanmışıq. 18 dənə medal qazanmışıq. Biri qızıl olub. Taekwondo idman növü üzrə Radik Sayev 7 gümüş medal, 10 isə bürünc medal. Bu da o deməkdir ki, Azərbaycan müstəqillik dövründə ən çox gümüş, ən çox bürünc medalı Rio Olimpiyadasında əldə edib. 19-cu sual. Olimpiya oyunlarına aid doğru olmayan mülahizəni seçin. Qədim olimpiya oyunları 2, müasir olimpiya oyunları 4 ildən bir keçilir. Bu yanlış cavabdır müəllimlər. Həm müasir olimpiya oyunları, həm də qədim olimpiya oyunları 4 ildən bir keçirilir. 20-ci sual. İmtinaya qədər metodu hansı hərəkə qabiliyyətə aiddir? Təbii ki, imtinaya qədər metodu aiddir qüvvə hərəkə qabiliyyətinə. Qüvvənin metodları hansı idi? İmtinaya qədər piramida, dairəvi, zərbə. 21-ci sual. Qüvvənin inkişafında ən effektiv sayılır. Dartılma, amplituda, turnik, dəstəli at, müqavimət. Təbii ki, doğru cavabımız müqavimətdir. Hansı hərəkə qabiliyyətdə əzələlər 4 istiqamətdə inkişaf elətdirir? Yəni aşağı ətraf, yuxarı ətraf, bədənin ön əzələsi, bədənin arxa əzələsi. Təbii ki, bu qüvvə hərəkə qabiliyyətinə aiddir. 23. Yaxınlaşmalar və seriyalar arası əzələlərin boşaldılması. Ağırlıqların bədən çəkisindən 60-70%-dən çox olmaması, hərəkətlərin bir yaxınlaşmada deyil, bir neçə yaxınlaşmada seriyalarla yerinə yetirilməsi. Təbii ki, bu qüvvə hərəkə qabiliyyətidir. Ağırlığı görən kimi qüvvəni bilir. 24-cü sual. Futsal meydançasına aid olmayanı seçin. Texniki zona var. Əvəzetmə zonası var, künc bölməsi var, cərimə zonası var, lakin künc bayrağı yoxdur. Künc bayraqları futbolda var, futsalda yoxdur. Futbol idman oyununda top qapı dirəyinə dəyib oyuna qayıdarsa, hakimin qərarı. Təbii ki, müəllimlər, burada hakimimizin qərarı nə olacaq? Hakim oyunu davam etdirəcək. Çünki top dirəyə dəyib oyuna qayıdırsa, oyun davam edir. 26. Həndbol oyunu zamanı oyunçu bədənin hansı nahiyəsi ilə topa toxunarsa qayda pozuntusu qeydə alınır. Təbii ki, biz bilirik ki, həndbol idman oyununda oyunçu dizdən yuxarı topa toxuna bilər, lakin ayaqla toxunması qayda pozuntusudur. Dözümlüyə aid olanı seçin. Bizdən təzahür formalarını verib və dözümlüyə. Müəllimlər, orqanizmin enerji tələbatından, orqanizmin oksigen tələbatından, orqanizmin qüvvə və sürət imkanları bunlar dözümlülük hərəkə qabiliyyətinə aiddir. 4, 5 və 6. Məsələn, 3-cü sualda ətraf mühitin hərarəti bu bədən əlmə qabiliyyətidir. İdmançının cəsarət və qətiyyəti çeviklikdir. Biz yalnız dözümlüyə aid olanı seçib qeyd etdik. Şagird hər gün yağlı yeməklər və şirniyyat yeyirsə, bu qeyri-balans qidalanma deməkdir. Yəni doğru qidalanma deyil. Kalsium inkişaf elətdirir nəyi? Yəni kalsium D vitaminidir. İnkişaf elətdirir sümük və dırnaq. 30-cu sual. Qanaxma zamanı ilkin tibbi yardım göstərərkən sarğı zamanı şagirdin barmaqları göyərir. Yəni səbəb nədir? Təbii ki, sarğının çox sıx olması barmaqların göyərməsinə gətirib çıxardır. Uyğunluğu müəyyən edin. Y vitamini, K vitamini, B. Müəllimlər, antioksidant. E vitamininin açar sözü idi. K vitamini qan laxtalanmasıdır. B vitamini də enerji yaratmaqdır. Doğru cavabımız A variantı. 32-ci sual. Sürət gücü aid olanı seçin. Turnik qüvvədir.
30 metr məsafəyə qaçış sürətdir. Körpü bədənin əlmə qabiliyyətidir. Cross dözümlükdür. Təbii ki, tullanmalar, atmalar aiddir sürət güc hərəkət qabiliyyətinə. 33-cü sual. Ümumkəf hərəkətləri dərsin hansı hissəsində yerinə yetirilir? Təbii ki, ümumkəf dərsin hazırlayıcı hissəsində yerinə yetirilir və ümumkəf hərəkətləri orqanizmi qızışdırmaq üçündür. 34. Bəqa aid olmayan variantı seçin. Yorulmaya qarşı yaxşı təsir göstərir, fəal, mənfi təsir göstərir, qeyri-fəal. Müəllimlər, biz demişdik ki, yorulmaya qarşı fəal əyilmə azalır, qeyri-fəal isə artır. Bu da o deməkdir ki, qeyri-fəal hər zaman fəaldan böyükdür. Əksinə yazıldığı üçün səhv variant C variantıdır. Müəllim şagirdlərə sağa dön komandası verərkən, eyni zamanda hərəkəti icra etmirlər və xaos yaranır. Müəllimin düzgün addımı hərəkətin icra vaxtını yenidən izah etməlidir. 36. Gün ərzində ən çox istehlak olunmalıdır su. Çevikliyə aid olan ən effektiv variant. Müəllimlər, düzdür, biz müvazinət görürük. Amma statik müvazinət yox. Ani və sürətli yerdəyişmələr ən effektiv variantımız olar ki, çevikliyi inkişaf etdirsin. Şəkildə gördüyünüz fiqurun adı. Bir çox müəllimlər bu sualı səhv yazıblar, amma müəllimlər, baxın, biz bunu nəyə görə piyada ilə qarışdıra bilmərik? Çünki baxın, üzərində xətt var. Əgər bu xətt olmasaydı, siz bu piyadanı yazsaydınız, qəbul edərdim. Amma üzərində xətt olduğu üçün bu fildir. Biz həm onlayn dərslərimizdə, həm də əyani dərslərimizdə filin və yaxud da digər fiqurların hamısını sizlərə təqdim etmişik. Ümidvaram ki, mənim müdavimlərim bu suala doğru cavab yazıblar. Doğru cavabımız təbii ki, fil. 39-cu sual. İlk tibbi yardım zamanı şagirdin temperaturu hansı nahiyədən ölçülər? Təbii ki, temperaturu biz qol altından ölçürük. 40-cı sual. Basketbolda əsas hissə bərabər bitərsə oyun necə davam edəcək? Oyun əlavə 5 dəqiqəlik hissələr oynanılır, qalib müəyyən olunana qədər. 41-ci sual. Sürət hərəkət qabiliyyətini inkişaf etdirir. Sürəti inkişaf elətdirir. Doğru cavabımız Y variantıdır. Məsafə güzəştləri ilə startlar. Sürət gücü aid olan variantı seçin. Sürət gücü aid olan istəyirsə, yerindən uzunluğa tullanma. 43. Müxtəlif çıxış vəziyyətlərindən fəal əyilmə. Təbii ki, doğru cavabımız əyilmə varsa, bədənin əyilmə qabiliyyətidir. 44. Aşağıdakı hərəkətlər qaçaraq uzunluğa tullanmanın hansı fazasına aiddir? Doğru variantı göstərin. Təkanı qaçış addımında icra etmək, bədənin ağırlığını irəliyə, yuxarıya istiqamətləndirmək, qolların sərbəst, ayağın holaylandırma hərəkətini tez və sürətlə icra etmək. Müəllimlərlə açar sözümüz bədənin ağırlığını irəliyə, yuxarıya istiqamətləndirmək varsa təkandır. 45. Voleybolda servisi yanlış oyunçu yerinə yetirərsə hakimin qərarı. Biz demişik ki, voleybol idman oyununda servisi hər zaman birinci zonada dayanan oyunçu yerinə yetirir. Əgər başqa oyunçu yerinə yetirərsə, xalda servisdə rəqibə keçir. Yəni səhv qeydə alınır, xal servis rəqibə keçir. 46. Müəllim şagirdlərə aşağıdakı hərəkətləri icra etdirir. İstənilən hərəkət şagirdin hazırda malik olduğu maksimal tezlikdə icra olunması, hərəkətlər yorulma yaratmayan qısa məsafə. Müəllimlər, əgər yorulma yaratmayandırsa, təbii ki, bu sürət hərəkət qabiliyyətidir. 47-ci sual. Hərəkətlərin icrasından əvvəl müəllim şagirdin nəbzini ölçür. 75. Hərəkətin icrasından sonra nəbzi ölçür. Bu zaman nəbz 165 olur. Şagird isə özünü yaxşı hiss etdiyini bildirir. Bu vəziyyətdə müəllim hansı addım atmalıdır? Şagirdi görməzdən gəlməli, oyunu dərhal dayandırmalı. Müəllimlər, baxın, bu sualı indi sizin üçün səsləndirərkən variantlar düzdür, təxmini olaraq yazmışıq. Amma bir məlumat yadıma düşdü ki, dərhal məktəb direktoruna məlumat verməkdə var idi cavablarda. Şagirdin yaxşı olmasını görüb davam etməli, hərəkətin sürətini dəyişmədən davam etməli, hərəkət intensivliyini azaltmalıdır. Bəli, hərəkətin intensivliyini azaltmalıdır. Doğru cavabımız 47-də.
48-ci sual. Yəni burada hərəkətin intensivliyini azaltmalı, risk faktorlarını nəzərə almalıdır. Sonunda da elə yazılmışdı. 48-ci sual. Müəllim giriş hissədə təhlükəsizlik qaydalarını izah etməyi unudur. Əsas hissədə təhlükəli vəziyyət yaranır. Müəllimin ən doğru addımı nə olacaq? Dərhal dərsal dayandırmalı, şagirdləri görməzdən gəlməli, dərsi dayandırmadan qıraqdan qaydaları xatırlatmalı, qısa fasilə verib qaydaları xatırlatmalı, olduğu kimi davam etməlidir. Təbii ki, doğru cavabımız qısa fasilə verib qaydaları xatırlatmalı. 49-cu sual. Müəllim idman zalındakı avadanlıqları nə üçün yoxlamalıdır? Təbii ki, zalda təhlükəsizliyi təmin etmək üçün. Müəllim bədənin əymə qabiliyyətini izah edir, lakin uşaqlar hərəkəti yerinə yetirə bilmir. Əgər uşaq hərəkəti yerinə yetirə bilmirsə, yəni ümumi inkişaf, qızışdırılma hərəkətləri yerinə yetirilməyib. Müəllim dərsi dayandırmalı. Xeyr, doğru cavabımız A variantıdır. Müəllim dərsin hazırlayıcı hissəsini yerinə yetirməyib. Sonuncu sualımız. Şagird gimnastika divarında hərəkəti yerinə yetirən zaman müəllim müşahidə edir ki, alət sınıqdır. Bu halda müəllim hansı addım atmalıdır? Dərhal hərəkəti dayandırmalı. Bəli, doğru cavab budur. Əgər alət sınıbsa, şagird zədə ala bilər. İlk işimiz hərəkəti dayandırmalıdır. Hərəkəti davam etdirməli, xeyr. Aləti tutaraq hərəkəti davam. Bu da səhv cavabımızdır. Şagird hərəkət etdirməyə məcbur etməli, xeyr. Görməzdən gəlməli. Bu da doğru cavabımız deyil. Müəllimlər, sizlərdən xahiş olunur ki, videonu bəyənib, eyni zamanda əgər hər hansı bir sualı daha dəqiq xatırlayırsınızsa, bizlərlə bölüşə bilərsiniz.